Qaranlıqdan qorxan balaca dovşan. Bir var idi, bir yox idi. Sakit bir meşədə balaca bir dovşan yaşayırdı. Onun adı Mimi idi. Mimi çox şən dovşan idi. O gündüzlər meşədə hoppanmağı və dostları ilə oynamağı çox sevirdi. Günəş parlayanda meşə rəngarəng görünürdü və Mimi özünü çox xoşbəxt hiss edirdi. Amma gün batmağa başlayanda Mimi biraz narahat olurdu. Ağacların kölgələri uzanır, quşların səsi azalır və meşə sakitləşirdi. Mimi düşünürdü. Bəlkə qaranlıqda qorxulu şeylər var? Bir axşam Mimi pəncərənin yanında oturmuşdu və biraz qorxurdu. Elə bu zaman ağacın budağından yumşaq bir səs eşidildi. Salam Mimi, niyə belə kədərlisən? Mən qaranlıqdan qorxuram. Elə bilirəm ki, qaranlıqda nəsə gizlənir. Qaranlıqda qorxulu şeylər yox, çox gözəl şeylər var. Doğrudan? Gəl mən sənə göstərim. Onlar birlikdə çölə baxdılar. Səmada parlaq ulduzlar görünürdü. Ay isə sakitcə meşəni işıqlandırırdı. Bayquş dedi, bax, qaranlıq meşəni qorxutmaq üçün yox, istirahət etdirmək üçün gəlir. Gündüz oynayırıq, gecə isə dincəlirik. Mimi yenə səmaya baxdı. Ulduzlar sanki ona göz qırpırdı. Mimi yavaşca gülümsədi. Deməli, qaranlıq da meşənin bir hissəsidir, dedi. Bayquş başını tərpətdi. Bəli, və sən tək deyilsən. Meşə də, ay da, ulduzlar da səninlədir. O gecə Mimi yatağına uzandı. Pəncərədən ay işığı otağa düşürdü. Mimi artıq qorxmurdu. Biraz sonra balaca dovşan sakitcə yuxuya getdi.